Salam dəyərli izləyicilərim. Bugün sizə Buzovnanın gözəl yerinə, Gənclik Kuruğuna yaxın, bu təfəndə əzizlərim favoritin yaxınlığında, ümumi 2 sot torpağın içində yerləşən özünə tikilmiş, yaşayışlı, keyfiyyətli bu gözəl evi sizə təqdim edirəm. Əzizlərim, mənim qonaq otağı lap çox xoşuma gəldi. Çəkilişə qonaq otağından başlayayım. Əziz izləyicilərim, bunu da qeyd edim ki, evimiz əşya ilə satılır. Çox gözəl evdə əzizlərim. Qiyməti 195 min manatdır. Əzizlərim, çox yerdə elektronik şeyləri götürüləndə evdə əşyalı verir, elektronik şeyləri götürür. Amma evdə bu heç nəyə əl dəyilmir. Özü evdə görürsünüz, tam dolu evdə əzizlərim, çox da gözəl qiymətdir. Sənəti də 2004-ün bələdiyyə sənətidir. Özünüz də bilirsiniz ki, bu sənətlər tam kupçuya yararlıdır. Arxivi də var, tam kupçuya gedən sənətdir. Burada əzizlərim bizim mətbəximiz. İndi də gedəyim evimizin 2-ci mərtəbəsində sizə tanış edim. Əziz izləyicilərim, bu yığılan materiallardan, pilləkənin materiallarından yerdə istipoldur. Görürsünüz ki, evimiz tam özünə tikilmiş evdir. Tikinti zamanında keyfiyyətli materiallardan istifadə olunub. Hər tərəfi cütdaşdır əzizlərim. Çox gözəl evdir. Hər kim alsa Allah xeyrini versin. Burada belə bir yataq otağımız var. Evin satılma məqsədi ki, ev çox böyükdür. Ona görə satılır ki, ailə üzvləri azdır. Belə çıxırda ev alacağıq. Özünüz də görürsünüz ki, bu da 2-ci mərtəbədə hamısı otaqlar boş-boşudur. Burada yenə bir otağımız var. Çox qəşəng, şirin evdə əzizlərim. Hər kim alsa Allah xeyrini versin. Əziz izləyicilərim, bu da evimizin həyəti. Həyətində tanış olun əzizlərim. Sağda sanuzel. Burada əzizlərim evimizin qəşəng bisetkası, həyətdə manqalnisi. Çox gözəl şəraitli evdir. Əzizlərim, mən bu evi çox bəyəndim. Yəqin ki, zövqlərimiz üstə düşəcək. İnşallah siz də bəyənəcəksiniz. Hər kim olsa təzə evdə əsl toy ediləsi evdir.